milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü ailə, gənc ailə forumu keçirilir. Forum artıq 2 gündür davam edir. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Tədbir bədii hissə ilə davam edib. Türkmənistanda qadınların sosial və iqtisadi həyatda fəal iştirakı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə gender bərabərliyi prinsipi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Bu fikirləri Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Halbibi Taçşanov Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə səsləndirilib. Nazir müavini öz çıxışında ailə və sosial siyasət sahəsində görülən işlər, qadınların cəmiyyətdəki rolu və sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verib. Bütün bu müzakirələrin yekunu olaraq bir sənəd imzalandı. Bu sənədin imzalanması üçün ölkələr və onların nümayəndələri xeyli vaxtdır ki çalışırlar və tərəflərin ailə və sosial siyasət sahəsində Türk dünyası ölkələri qarşısında duran vəzifələr və onları yerinə yetirmək üçün hansı imkanlar və hansı fəaliyyət formasından istifadə ilə bağlı təkliflərini müzakirə etmişlər və hər bir ölkə tərəfindən irəli sürülən təklif bütün ölkələrin nümayəndələri tərəfindən dəyərləndirilir və son nəticədə hamının razılıq verdiyi məzmun və forma təsdiqlənir. Biz hal-hazırda belə bir yekun nəticəni təsdiqlədik, amma əlbəttə ki, onların icrası ilə bağlı fəaliyyət planları və onun hansı resurslar hesabına keçiriləcəyi və hansı müddətlərdə olacağı ilə bağlı əlavə razılaşmalar olmalıdır. Bərabər hüquqlu cəmiyyət quruculuğu bizim üçün əsas məsələlərdəndir. Qadınlar tam hüquqlu fərdlər kimi cəmiyyətin bütün sahələrində iqtisadiyyat, siyasət, ictimai həyat və humanitar sahələrdə fəal iştirak edirlər. Bu, dövlətimizin gender bərabərliyinə verdiyi önəmin və ailə institutuna göstərdiyi diqqətin göstəricisidir. Qadınlar kişilərlə bərabər iş imkanlarının yaradılması, peşə hazırlığı və karyera inkişafı üçün bərabər şəraitin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qadınlar sahibkarlıq fəaliyyətində kişilərlə eyni hüquqlara malikdirlər və peşəkar məsuliyyətləri uğurla yerinə yetirirlər. Forumun yekununda kommunikə imzalanıb. Forum işini panel iclasları ilə davam etdirib. Sara Nəsirova, Sahib Səfərov, TV1.